Samsung sizlərlə birlikdə bir dənə qaşı var. Oha, şuradan elə deyilsin. Təfkür edəcəm. Yaxınıymış. 900.000 abunə. Elə də düş. Neyse, elə bir şeydi. Ben bir daha videoya başlayaq. Mənim avtomatik tutmayla başlayan dərsin. Ay, qulaqcıq. Qulaqcıq. Herkese salam dostlar, necəsiniz? Mən Mütəllim, Gəlişən Doğrudan Yol kanalı sahibi. Bugün sizlərə bir şey neyəcəyik? Bugün sizə 7 dənə dərsdən danışacağım. Haradasa 2 il çilim 7 dənə? Və bəzi şeylər artıq 2-3 başlamışam. İstəyirəm bu 7 dənə dərsdə sizə danışım, sizə biləsiniz. Buradan mən hamısı yazmışam demək olar ki. Buradan sizə oxuyacağım və bunların hamısını narahat olmayın, edit deyəndə qoyacağım. Birinci dərsimiz YouTube video platformudur, deyil. YouTube bir video platformu deyil. Edit eləməyib bəlkə. Tutma və ekrana tutma platformudur. Siz nə qədər YouTube'u, yəni videomuzu ekrana saxlaya bilsəniz, izləyicilər. Mən özüm videomuz belə gedib, konversiya düşübsə, bunu demək istəyirəm. Aha. Əgər tıklanmazsan izlənməyəsiniz. İzlənmələr çox var. Bu arada mənim qaşlarım yox. Aha. Pisdir. Saçımı kəsmişəm deyə. İzləyicilər aktiv bir qərar veriyor. Tıklamaq bu yüzden fikir başlıqları. Düzsirət, tıkla videoya. Bəyənəm. Balaca rəsmlər. Yorum elə. Abunə ol. Merak uyandırmalıdır. Yəni ki, sənin nə qədər kapaq şəklin o qədər yaxşıdırsa, Tuşlardan çalmalı. sənin videoyu o qədər çox bəyənib, videoya tıklayacaqlar. İkinci dərsimiz. Zamanın çoxunu iyi, yəni yaxşı edit eləməyə xərclə. Bu saf fikirdir. Yaxşı edit eləyəcək və yaxşı fikir tap. Nə qədər yaxşı fikir, o qədər yaxşı editdənsə o yaxşıdır. Yəni yaxşı fikir daha çox izlənməlidir. Editdən əlaqəsi yoxdur. Sizə elə videolar göstərə bilərəm ki, olma 4K editlərdən amma 2000 izləyəcək. İzləyicilər edit istəyir. Fikir göstərərəm ki, 10.000, 100.000 izlənəcək fikirlərdir. Ən başa, yəni video içərik üreticiləri zamanların ən az %30'unu sadəcə çəkim və montaja deyil, fikir gəlişdirmə, Basma, soxma. Tam bu sürəsin kontent ayırıyor. Yəni %30'unuzu video editlərinizə xərcləyə bilərsiniz, amma qalan faizinizi yaxşı fikir tapmağa, editləməyə, öyrənməyə də bunlara vaxt ayırmalısınız. Yaxşı fikir, yaxşı video demək, daha çox tutma bilərsiniz. Bir fikir olduğunda bir yaxın dostluğa danış. Məsəl üçün, denən ki, mən bugün ən yaxşı 7 keçsin. Gör dostunuzun tepkisi nə olacaq. O tepkisindən bir yerdə video çəkmək istəyə bilərsiniz. Əgər o dostunuz o videonu bəyənsə, deməli bu yaxşı bir fikirdir. Üçüncü dərsimiz. Tanıdıq ol, amma beklənmədik. Baxın, fox kimi deyir. Video kendin işindən tanıtabilir olmalı, amma izləyici durduğu kadar şaşırtıcı bir dokunuş içərməli. Yəni, bacardığınız qədər öz üzünüzü səsinizdən daha çox istifadə etməyə çalışın. Videonun içində alaqalı olacaq, amma heç yapılmamış bir şey də içərəcək. Yəni, bu video həm bilindən söz, həm də bilinlə. Necə yəni? Məsəl üçün, Özüm. Amma edit deyəndə öz sifətlə paylaşın. Bu proqramın bir şey sayılmır. Yəni, özə deyib ki, məndən götürə bilərsiniz. Yəni, mən onun videosunu çalmıyorum, onun videosunu önünə götürüyorum və özüm çəkiyorum. Burada pis bir şey yox. Sən mənim çünki boss. YouTube'da eyni videolar alışılmış amma yenilikçi olur. İzləyici tanıdıq bir konsept sunarsın. Örneğin 24 saat challenge. Amma içinə özgün bir fikir koyarsın. Amma bu tür tərk edilmiş bir fikirdir. Yəni ki, konsept eynidir, 24 saat. Amma o video içəriğini koyarsın. Öz düzəltdiyin fikirləri koyarsın. Dördüncü dərsimiz küçük balaca toxunuşlar, balaca sonuçlar yaratır. Bu səhvdir. Balaca toxunuşlar böyük sonuçlar yaradır. Neyse yadınızdan çıxarın. Qaşa bax hələ, qaşa. Bir kapaq şəkli, Zurnadılar. sizə daha çox izləməyə gətirə bilər. Rəsimlərdə Ortasına bax. Qatar yolu deyilə bilir. Ən kiçik boy tutuşu hala anlaşıla biliyor mu? Test et. Yəni balaca şəkli ən qısa şəkildə gətirməyə çalış.
Əgər o şəkil qəşəng görsənirsə, Balık da kuşlar böyle. bir də görürsünüz ki, balıq qapak şəkilləri gətirir belə. Amma YouTube'da paylaşılır. Sırğa elədim, sırğa. Heç fərqdən baxın. 5-ci dərsimiz. Başqa nişlərdən format çap. Məsələn, 1 versə 100 dollar. 1 dollar versə 100 dollar. Siz bunu eləyə bilərsiniz 10 dəqiqədə versə 24 saat. Eyni konseptdir, amma fərqli çəkirlər. Acaba bu ne işsə işə yarayırsa onu təzədən 6-cı dərsimiz. Əgər bir format işə yarayırsa onu təkrar edin. Abi bu video çalmaq elədir ha bu. Hani video çalın. 1 dollar, 100 dollar. Özümün akşam düşürdü ya. Özüm düzeldir ama hocam. Hocam ama. 24 saat, 72 saat. Yəni belə konseptlər. Əgər biri tutubsa deməli o tutulur. Mən məsələn də çəkirəm indi. YouTube'da axırda çəkmişdim ki, YouTube'ların səhv elədiyi 5 səhv. İndi də çəkirəm ki, ən vacib 7 dərslərdən birini çəkirəm. 1 dolar 100 dolar da. Şimdi bunun içindəyəm deyə artıq 100 dollar var. Deyim. Pul var. 7 dərs. Məndə money yoxdur. İçeri ürəticisi bərabərdir. Sanatçı plus dağıtıcı. Bir dakika. Necə 1 dolarım 50 sentim yoxdur. Necə 1 dolar 100 dollar eləyəcəm? Beyin getdi qıqa. Böylece sürdürülebilir bir şey inşa edersin. Sadece ürettiğine Kimse bana çağırdı ama. nasıl keşfedeceğine de odaklan. Bir YouTube'u hem sanatçılar üretir hem de dağıtıcılar insanlar ulaştırır. Sadece iyi içerik yeterli değildir. İçeriğin nasıl keşfedileceğini düşünmezsen büyüyemezsin. Stratejist yaratıcılık boşa gider. İnandım yola. YouTube'dan ilk parasını kazanmasına ve hayatını kurtarmasına yardımcı olmamız sıra sende. Takip et ve aramıza katıl. Yani dostlar videomuz böyle renkli. En vacib 7 dersler. Türkçe keçsin ama dil değiştirdi. Videomu beğenip kanala da abone olasınız. Bu video bence aşağısı 10 like olacak. Tuşlar ne deyimsə o da kopyalayıp getirip koyup burada. Bu fərqinə varmasa. Sağ olun, salamat qalın. Görüşənə dək. Papaq ne da papaq. Atlasın ki çal. Allah ki ne kadar like'dı? Aa ben niye like atmışım ha? Bu ne video bu? Yani mesela ne kadar like gelir? 5. Şimdi bu videoyu da burada bitireceğim. Yani dostlar da gördünüz de size dizmiştim ben loh okşuyor. Loh böyle. Neydi videonun adı? O videonun adı neydi? Adını unuttum. Videonun adı YouTube'da vacip 7 ders vacip. Oyda YouTube. Başlığa da koydu o şəklə bax. Koydu o şəklə bax. Soxum bunun ağzını elə. Bu ne videolarda var? Neyse dostlar. Gördünüz ama sizden tabii ki işte Allah versin. Ancak sağ olun, salamat kalın.